Salam dəyərli şagirdlər, onların valideynləri və şagirdlərimizin müəllimləri. Hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördüyüm mən Fidan İskəndərova. Bugün sizlərlə növbəti monitoring sınağı 2-nin Azərbaycan dili üzrə izahın bölüşəcəm. Vaxt itirməyək, başlayaq izaha. Bəli, bildiyiniz kimi ümumi 30 sual olur bu fəndən və 3 sual dil qaydalarından, yerdə qalan 27 sual isə mətnlər üzrə işdən söhbət gedir. Başlayaq. 1-3-cü tapşırıqlar heç bir mətnə aid deyil, onları müstəqil şəkildə cavablayaq. O, imtahandan yüksək bal toplamaq üçün dəridən qabıqdan çıxdı. Deyir ki, verilmiş cümlədə fərqləndirilmiş ifadənin yerinə işlənə bilənləri müəyyən eləyin. Dəridən qabıqdan çıxırsa kimsə, o zaman gecəsin gündüzünə qatır, o zaman canın oda yaxır. Cavabımız C variantı. Yəni qısası əziyyət çəkir. Deyə bilmərəm çox yorulur. Bəlkə eləsi var ki, işindən zövq alır, heç o yorğunluğu hiss etmir. O səbəbdən çox yorulmaq olmaz. Cavabımız oldu C variantı. 2 və 4. Hansı cümlədə məcazi mənada olan söz işlənmişdir? Cavabımız olacaq A variantı. Kitablar mənim ruhumun pəncərəsini açır. Baxın, kitab pəncərə aça bilməz axı. Mənim ruhumun pəncərəsi yoxdur axı. Variant A variantı. Amma fikir versəz digər variantlara, yağışdan sonra küçədə su gölməçələri əmələ gələ bilər. Yaşlı adam parkda oturub keçən insanlara baxa bilər. Uşaq səhər yeməyini yeyib məktəbə gedə bilər. Cavabımız olacaq A variantı. Məcazi mənalı söz A variantında işlənib. İş yerində məxfi sənədləri təhlükəsiz qutuda saxlayırdı. Cümlədə altından xətt çəkilmiş sözün mənası müəyyən eləyək. Hər kəsin bildiyi məxfi, gizli deməkdir. Cavabımız olacaq B variantı. İndi isə sizlərlə başlayırıq. Digər bütün suallarda mətnlərlə işə. Deməli, belə bir qırmızı qartal mətnimiz var və məhz 4-cü sualdan 12-ci sual da daxil olmaqla olan hissələrin izahı bu mətndə öz əksini tapacaq. Diqqətli olaraq oxuyaq. Qırmızı qartal. Qırmızı qartal böyük və güclü quşdur. Bax, şəkildə var. Onun qanadları geniş, gözləri iti və dırnaqları kəskindir. Qırmızı qartal dünyanın bir çox hissəsində, xüsusilə dağlıq və meşəlik ərazilərdə yaşayır. Qartal əsasən kiçik heyvanları yeyir. O, yüksəkdən uçur. Bax, yüksəklik var burada. Yüksəkdən uçur, qurbanın görür, həm də gözü itidir axı. Qurbanın görür və məhz gözü itidir deyə sürətlə aşağı düşür və onu tutur. Bu səbəbdən qartal çevik və güclü yırtıcıdır. Qartal tək yaşayır və öz ərazisini qoruyur. Əgər təhlükə hiss etsə, həyəcan səsi ilə digər quşları da çağırır. Onlar çox sürətlə uça bildiklərinə görə təbiətdə özlərini qorumaqda da professionaldır, bacarıqlıdırlar. Qırmızı qartalın yumurtaları ağdır və xallı-xallı, ləkəli olurlar yumurtalar. Qartal balalarını diqqətlə qoruyur. İnsanlar zaman-zaman qartalı ovlamışlar, amma indi bir çox ölkələrdə qorumaq üçün qanunlar mövcuddur. Görək bizdən nəyi istəyir? Mətnə əsasən hansı fikir doğrudur? Mətndə bayaq da bastıra-bastıra dedik ki, qartallar güclüdürlər, çevikdirlər, sürətlidirlər. Cavab B variantı. Yalnız su kənarında yaşayır fikri səhvdir. Tez-tez yaxınlaşır insana, bu fikir səhvdir. Yalnız qida tapmaq üçün uça bilmir, bu fikir səhvdir. Cavab B variantı. Mətnə əsasən hansı suala cavab yoxdur? Burada cavabımız C variantı olacaq. Qartalın neçə il müddəti var, ömrü var? Bu haqda məhz mətndə təxmini də olsa fikir yoxdur. Qartal harda yaşayır?
Qartal dağlıq və meşəli ərazilərdə yaşayır. Bax, burada həmin sualın cavabı var. Qartalın hansı rəngdə yumurtaları var? Bax, ağ rəngdə özdə ləkəli yumurtaları var. Bu sualın da cavabı var. Qartal nə ilə qidalanır? Qartalın qidalanması haqqında da var fikir. Kiçik heyvanlarla qidalanır. Hər birinin cavabı var, amma qartalın neçə il yaşamağı haqqında bir fikir yoxdur. Gələk 6-ya. Mətnin 3-cü abzasının mövzusuna uyğun yarımbaşlıq hansıdır? Baxın, burada abzaslar Roma ədədləri ilə verilib. Görək məhz 3-cü abzasdan nədən danışır? Bir dəfə də oxuyaq. Qartal tək yaşayır, ərazisini qoruyur, təhlükə hiss edən kimi həyəcan səsi ilə digər quşları xəbərdar edir. Çox sürətlə uça bildiklərinə görə təbiətdə özlərini qorumaqda bacarıqlıdırlar. Deməli, 3-cü abzasdan gəldiyimiz qərar nəticə oldu ki, qartalın yaşaması və özünü müdafiəsi haqqında məlumat var. Qartalın qidalanması həmin abzasda yoxdur, yumurtalar həmin abzasda yoxdur, qanadların quruluşu həmin abzasda yoxdur. Məhz 3-cü abzasa baxmalı idik. Qartalın sürətli uçması hansı məqsədə xidmət edir? Qartallar sürətli uçursa təhlükədən qorunurlar deyə, qorunmaq üçün sürətli uçurlar. Təhlükə olmasın deyə. Cavab B variantı. Qartalın yumurtaları ilə bağlı hansı fikir doğrudur? Bax, qartal balaların qoruyur. Bax, bu fikir. Qartalın yumurtaları ağ rəngli, ləkəlidir. Qartal balalarını diqqətlə qoruyur. Narıncı rəngdədir, səhvdir. Hər zaman yığa bilir, səhvdir. Yumurtalarını daşlayır, fikri səhvdir. Cavab B variantı. Mətnə əsasən qartalın yaşadığı mühit necədir? Variantımız olacaq A variantı, dağlıq və meşəli. Baxın, bu hissədə yazılıb ki, qartallar xüsusilə dağlıq və meşəlik ərazilərdə yaşayırlar. Gələk ona. Qartalın yırtıcılığı nə ilə bağlıdır? Cavabımız B variantıdır. Sürətli uçur, iti gözləri var deyə o yırtıcı heyvan sayılır. Yalnız güclü qanad səhvdir, sadəcə böyük bədən səhvdir, yumurtalar səhvdir. Yırtıcılığı uçuşu ilə, iti gözləri iləndir. Elə bil ki, ovu dərhal görür, yüksəklikdə də olsa gəlir, yırtıcılığını göstərir. Sürətli uçur və ovun tapır. Mətnə əsasən qartal insanlardan qorunurmu? Cavabımız B. Bəli, qorunur. Cavab B variantı. Özdə müdafiə siqnallarını xəbərdar edir digər yoldaşlarını da ki, qorunmaq vaxtı gəlir. Sual 12. Qartal haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Gəlin görün siz şəkildə nəyi anlayırsınız? Mən anlayıram ki, sürətlidir, daha doğrusu yüksəklikdədir. Bax. Mən anlayıram ki, qanadları genişdir, böyükdür. Görək bunlar nə anlamaq istəyirlər, nə anlamağımızı istəyirlər şəklə baxanda. Qanadların genişliyi, yüksəkdən uçması. Cavabımız A variantı. Yumurtalarının rəngi, meşəlikdə yaşaması şəkildən görünmür. Cavab A. İndi isə dəyərli müdavimlər, digər mətni oxuyacağım və 13-dən 21-ci sual da daxil olmaqla həmin sualları bu mətn əsasında tapacaqsınız. Getdik. Balıqçının sirri. Uzaq bir dəniz qırağında kiçik bir balıqçı kəndi var idi. Kəndin ən tanınmış sakini isə Əli adlı bir balıqçı idi. Əli uşaqlıqdan dənizlə böyümüş, dalğaların səsini həyatının bir parçası kimi qəbul etmişdi. Hər səhər tezdən oyanar, balıq torunu götürər, qayıqla dənizin dərinliklərinə yollanardı. Əli üçün dəniz təkcə iş yeri deyil, həm də dost idi. O, dalğaların hərəkətini izləyər, küləyin istiqamətinə baxıb hava haqqında qərar verərdi. Amma son vaxtlar dəniz dəyişmişdi. Balıqlar azalmış, dalğalar daha sərt əsirdi. Kənddəki insanlar artıq Əlinin balıqçılıq bəxtinin sönməyə başladığını düşünürdülər. Bir səhər Əli yenə erkən qalxdı. O, köhnə qayığına mindi, dənizin ortasına qədər getdi. Hava sakit idi,
Amma içində qəribə bir hiss var idi. O an dənizin dərinliyindən qəribə bir səs eşitdi. Əli, sən dənizi sevirsən, amma onu anlayırsanmı? Əli təəccübləndi, amma qorxmadı. O sakitcə dedi: Mən dənizi sevirəm. Çünki o mənə həyat verir. Amma bəlkə də mən onu tam anlamamışam. Səs yenidən eşidildi. Dəniz yalnız verən deyil, o həm də qoruyan və öyrədən qüvvədir. Sən onu dinləməyi bacarmalısan. Bu sözlərdən sonra Əli düşündü. O, qayığını sahilə tərəf çevirdi, daha çox müşahidə etməyə, dənizin dəyişikliklərini anlamağa başladı. Günlər keçdi. O, dənizin dalğalarını izləyir, balıqların harda çoxaldığını, küləyin nə vaxt dəyişdiyini öyrənirdi. Bir neçə ay sonra kənddə yenidən balıq bolluğu başladı. Əli əvvəlkindən daha çox balıq tutur, amma artıq hər dəfə dənizə çıxanda sanki ona təşəkkür edirdi. O anlayırdı ki, uğur yalnız əməkdə deyil, təbiəti dinləməkdədir. İllər keçdi. Əli yaşlandı, amma kəndin gənclərinə həmişə bir cümlə deyirdi. Dənizi yalnız görmə, onu dinlə. Həyat da belədir. İnsan səssizliyi anladığı zaman hikməti tapır. Sual 13 maraqlı suallardan biridir. Mətnin məzmununa və hadisələrin xəritəsinə əsasən doğruları müəyyən etməliyik. Baxaq, cavabımız 3, 4, bir də 6-dır. Deyir ki, dənizdən səs nə vaxt eşidildi? Baxın, səhər idi. Baxaq görək, harda yazılıb o? Bir səhər Əli erkən qalxdı və görürsən ki, dənizdən səs eşidildi. Dənizin dərinliyindən səs eşidildi. Ona görə 3 düzgündür. Dənizin dərinliyi hissəsi də düzgündür. Kənddə baş verib də bu balıq bolluğu, bax kənddə baş verib. Kənddə yenidən balıq bolluğu baş verdi. Cavabımız 3, 4, 6. Görək digərləri niyə olmaz? Günorta yox, səhər baş verib. Şəhər sahilində baş verməyib. Bir neçə gün sonra yox, bir neçə ay sonra baş verib. O səbəbdən 1, 5, 2 səhvdir. Məhz səhər tezdən dənizin dərinliyində, bir də kənddə bolluğun olmağından danışırlar. Əlinin dənizi dinləməsi nə deməkdir? O deməkdir ki, dənizin hərəkətini, dəyişməsini müşahidə etdi. Cavab B. Dənizdən qorxmur, suda üzməyi öyrənmir, balıqların səsini eşitmək deyil məqsədi. Məqsədi dənizi hərəkətə gətirməkdir. Oradakı balıqlarla Əlinin işi gücü yoxdur. Əlinin həyatında dönüş nöqtəsi nə vaxt baş verdi? Nə vaxt Əli ayıldı? Dənizdə səs eşitdiyi gün anladı və cavabımız A variantı. İlk dəfə balıq tutduğu gün, dənizi tərk etdiyi vaxt, qayığı satdığı zaman. Cavabımız 15-də olacaq A variantı. Əli haqqında mətnə uyğun fikirləri seçməliyik. Görək, Əli, baxaq, 1, 3, 5, cavab A variantı. Dəniz onun üçün həm iş, həm də dost idi. Dənizdə səs eşitdikdən sonra bəli, Əlinin fikri dəyişdi. Əli təbiəti müşahidə etməyi öyrəndi. Cavabımız A. Digərlərinin səhv olduğuna baxaq. O heç vaxt dənizdə uğur qazanmadı. Bu fikir səhvdir. Sonradan gördü ki, artıq bir neçə ay sonra balıqlar bolluq oldu balıqlarda. Deməli 2 səhvdir. Gənclərə dənizdən qorxmağı öyrədirdi. Xeyr, qorxmamağı. Əksinə dənizlə söhbət etməyə çağırırdı. Dənizi heç vaxt sevmirdi, sevirdi. Sadəcə biraz gec anladı ki, mən dənizin dilini tutmalıyam, onu anlamalıyam. Cavabımız olduğun 6-da A variantı. Əlinin öyrəndiyi əsas dərs nə oldu? O oldu ki, təbiəti və həyatı dinləmək insana hikmət qazandırır. Bax, burada var. Həyatda da belədir. İnsan səssizliyi anladığı zaman hikməti tapacaqdır. Əla. Sual 18. Mətnin mövzusu və ideyasını müəyyən eləməliyik.
Mətnin mövzusudur ki, dənizdə balıqçının həyatı, yəni Əlinin həyatı. İdeya da odur ki, yəni mən mətndə nəyi öyrəndim? Əsl hikmət insanın təbiəti anlamamasındadır. Yox, anlamasındadır. Yəni sən hikməti tapmaq üçün həyatı, təbiəti anlamalısan. Əsl hikmət, əsl hiss burdadır ki, insan təbiəti anlasın. İdeya budur. Amma sən təbiəti anlamasan, bu mətndə mənasız olar. Deməli, anlamalısan ki, əsl dəyəri anlamalısan ki, yəni təbiətlə əlaqən olsun. Cavabımız B variantı. Əlinin uşaqlığından danışılmır, kəndin çətinliyindən danışılmır, dənizdə təhlükədən danışılmır. Məhz dənizdə Əlinin, yəni balıqçılığın, Əlinin sahəsinin, balıqçılıq sahəsinin həyatından, eyni zamanda da ideyada məqsəd odur ki, əsl hikmət insanın təbiəti anlamağındadır. Başa düşməsə artıq olmaz bu iş. Hadisələrin düzgün ardıcıllığını müəyyən etməli. Variantımız C variantı. Deməli, birinci nə olur? Balıqlar azalır. Sonra Əli anlayır ki, nəsə burada söhbət var. Balıqlar azalırsa burada bir əmma var. Problem var. Yəni dənizin dəyişdiyini anlayır. Daha sonra Əli qəribə səs eşidir. Başlayır dənizi dinləməyi öyrənməyə. Və nəhayət balıq bolluğu başlayır. Cavabımız C variantı. Niyə Əli gənclərə dənizi yalnız görmə, onu dinlə deyirdi? Çünki Əlinin başı daşdan daşa dəymişdi. Çünki uğurun sirri təbiəti anlamaqdadır, dəyərli şagirdlərimiz. Cavabımız A variantı. Mətnin əsas məqsədi, ideyası nədir? Ən böyük bilik səssizliyi anlamaqda gizlidir. Bax, insanla insan danışanda onlar bir-birini anlayırlar. Amma sən heyvanların dilini anlasan, sən körpə uşağın, danışmayan uşağın dilini anlasan, sən dənizin dilini anlasan, ən böyük çətinlik, ən böyük əziyyət məhz budur. Cavabımız B variantı. Yəni səslilərin dilini anlamağa nə var ki? Ən böyük bilik, uğur səssizləri başa düşməkdir. Səsin çıxartmayanları başa düşməkdir. Dəyərli şagirdlərimiz, sonuncu mətnimizdə oxuyacaqsınız. Dəniz və göllərə aid olan öyrədici bir mətndir və bu mətndən siz 22-ci, 30-cu sual arasında olan bütün sualların izahını tapacaqsınız. Bəli, dəniz və göldən söhbət açılır burada. Dəniz və göl hər ikisi su hövzəsidir, lakin bir-birindən ölçüsünə, duzluluğuna, yerləşdiyi yerə görə fərqlənir. Dənizlər okeanlarla bağlıdır, böyük sahəni əhatə edir və suları duzludur. Bax, belə yadda saxla. Dənizin suyu duzludur. Onlar küləklərin təsiri ilə dalğalanır. Bax, dənizlərdə hamı görüb də ləpələr var. Müxtəlif canlılara və bitkilərə ev sahibliyi edir. Məsələn, dənizlərdə siz balıqlar görmüsünüz, balinalar var, düzdürmü? Dənizlər həm də iqlimə təsir göstərir, havanı rütubətli və yumşaq edir. Fikir versəz, dəniz ətrafında hava nəmişkəndir. Göllər isə adətən quru ərazidə yerləşir. Ətrafı torpaqla əhatələnmiş su hövzələridir. Onların suyu duzludur və ya şirin də ola bilər. Bax, deməli, dənizlərin suyu duzludur. Göllərin suyu duzlu da ola bilər. İçmək üçün yararlı da ola bilər, yəni şirin də ola bilər. Lakin sahəsi dənizlə müqayisədə kiçikdir. Deməli, dənizin sahəsi böyük, gölün sahəsi nisbətən kiçikdir. Göllər çox vaxt dənizlərə nisbətən sakit olur və yəni göllərin ləpələri olmur da, belə deyək. Dənizlərdə ləpə olur deyə dəniz biraz xoşlayır ləpələnməyi, sakitliyi xoşlamır. İçməli su kimi rol oynayır. Bax, göllərin suyu axı şirindir. Şirin sularda su içmək üçün içməli su mövqeyində olurlar. Hər iki su hövzəsi təbiətdə vacibdir. Yəni bir-birindən fərqlənsələr belə bir-birini tamamlayırlar. Bizə həm dəniz lazımdır, həm də göl lazımdır.
Dənizlər iqlimi tənzimləyir və canlı aləmin zənginliyini təmin edir. Yəni dənizlərdə balıqlar var, delfinlər var. Göllər isə insan və heyvanların içməli su tələbatını ödəyir. Mətnə əsasən hansı fikir doğrudur? Dəniz və göl hər ikisi su hövzəsidir, amma ölçülərinə, duzluluq səviyyəsinə, yerləşdiyi yerlərə görə fərqlənir. Bəli, cavab B. Bax, burada yazılıb. Ölçüsü, duzluluğu, yerləşdiyi yer. Dəniz haqqında yanlış fikir hansıdır? Cavabımız C variantı. Dəniz adətən kiçik və sakitdir. Bax, bu fikir yanlışdır. Əksinə bura yazmışıq ki, dəniz daha böyükdür. Göl daha kiçikdir dənizə baxanda. Cavab C variantı. Göl haqqında yanlış fikir hansıdır? Göllərin sahəsi böyükdür, okeanla bağlıdır. Bu, dənizlərə aid olan qaydadır ki, dənizlərin sahəsi böyükdür və dənizlər okeanlarla bağlıdır. Bax, burada yazılıb. Hansı səbəb-nəticə əlaqəsi düzgün deyil? Variantımız olacaq C variantı. Bax, digərlərinin düzgünlüyünə gəlin baxaq. Dənizlər böyük sahəni əhatə edir, buna görə dalğalanır. Bəli, demişik ki, dənizlər böyük sahədə olur. Dənizlər iqlimə təsir göstərir, buna görə hava rütubətli olur, yumşaq olur. Bəli, bayaq dedik. Dəniz ətrafı zonalara getsəz, havanın rütubətini hiss edəcəksiniz. Hətta həmin hissələrdə hava biraz daha mehli, sərin olur. Göllər içməli su mənbəyidir. Bəli, göllərdə şirin su var deyə insanların və heyvanların su tələbatını ödəyir. Buna görə də bəli, A hissəsi. Amma C variantı səhvdir. Göllər kiçikdir, razıyam. Buna görə də dənizlərdə balıqlar yaşamır. Birincisi, göl kiçikdir, amma gölün kiçikliyinin balığa aidliyi yoxdur. Bu bir problem. İkinci problem də odur ki, deməli, dənizlərdə, əksinə elə balıqlar dənizlərdə yaşayır. Səhv olan cavab C. Mətnə əsasən düzgün fikri müəyyən eləyin. Variantımız B variantı. Dənizlər iqlimə təsir edir və canlı aləmi zənginləşdirir. Bəli, dənizlər. Göllər isə içməli suyumuzu təmin edir. Bəli, variant B. Dənizlər və göllər ölçü və funksiyasına görə eynidir. Səhv fikirdir bu. Yəni, ölçülərinə görə fərqlənir axı. Göllər suları duzlu olduğu üçün içməyə yararsızdır. Xeyr, göllərdə duzluluq da var, şirinlik də var. Yəni, yararsız deyil. Əksinə elə göllər lazımdır, bizə yararlıdır su içmək üçün. Dənizlər və göllər heç biri canlıya ev sahibliyi etmir. Bəs suda yaşayan canlılar harda yaşayır? Deməli, səhvdir. Mətnə əsasən hansı fikir ümumiləşdirilmiş nəticədir? Ümumi nəticəmiz odur ki, dənizlər və göllər təbiətdə fərqli, amma bir-birini tamamlayan su hövzələridir. Yəni, mən gördüm ki, dənizin ayrı funksiyaları var, göllərin ayrı, amma bunlar hər ikisi təbiət üçün önəmli olan varlıqlardır. Cavab C variantı. Niyə göl suyu insan və heyvanlar üçün vacibdir? Çünki suyu içməyə yararlıdır. Yadda saxlayın, şirin sular içməyə yararlı sayılır. Niyə dənizlər dalğalanır? Niyə dənizlərdə dalğalanma var? Çünki böyük sahəni əhatə edir və küləklərin təsirindən dənizlər ləpələnirlər. Mətnin ideyasına zidd fikir hansıdır? Zidd odur ki, əks fikir hansıdır? Cavab C. Dəniz və göl heç bir faydalı funksiyaya malik deyil. Bu fikir səhvdir. Əksinə, həm dənizin, həm də göllərin insan həyatında faydaları mümkündür. Dənizlər, məsələn, adicə buradan başlayaq, heyvanlar üçün də önəmlidir, insanlar üçün də, heyvanların yaşadığı yerdir dəniz. Daha sonra dənizi çimərlik kimi istifadə edirlər. Göllər də ki, insanları, heyvanları su tələbatını ödəyən bir varlıqdır. Ona görə də həm dənizin, həm də gölün faydaları çoxdur. Əziz şagirdlərimiz, bizim il boyu mütəmadi olaraq sizlərə dəstəyimiz üçün bu tip sınaqlarımız olacaq. İstər mini sınaqlar, yəni 10 suallıq sınaqlar, istərsə də 30 suallıq bu formada keyfiyyətli sınaqlar. Hər bir sınağı işləmək üçün, bütün sınaqlardan vaxtında xəbərdar olmaq üçün 077 752 28 93 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.